Salam əziz dərs bilgisi rubrikasının izləyiciləri, bugün yenə sual izahımızla qarşınızdayıq. Bugünkü sualımız 11-ci siniflərin buraxılış imtahanında düşən, asan kimi görünən, ancaq bir o qədər də qaydanın əzbər bilinməsini tələb edən bir sual nümunəsidir. Sualımızın şərtində deyilir, hansı cümlələrdə mübtədə vəzifəsində olan OB əvəzliklərindən sonra vergül düzgün qoyulmayıb? Əvvəla qaydanı vurğulamaq istəyirəm ki, OB əvəzlikləri cümlədə kim nə sualına cavab verib, özündən sonra isim, sifət, say, zərf, feili sifət, modal söz, nida və xitab gələrsə vergül qoyulur. Ancaq əvəzlik modal sözlə nidadan başqa digər köməkçi hissələri, feil sifətdən başqa digər feil nümunələri gəldikdə vergül qoyulur. Hansı sualına cavab verdikdə isə ümumiyyətlə vergül qoyulur. Birinci cümlədə deyilir ki, bu anamdan qalan yeganə nişanədir. Nədir? Nişanədir. Nə? Bu. Nə sualına cavab verir? Özündən sonra anamdan sözü isim gəldiyi üçün vergül qoyula bilər. Bir doğru cavabımız ola bilməz. Bu, hər kəsin marağını ifadə edir. Nədir? İfadə edir. Nə? Bu. Nə sualına cavab verir? Özündən sonra hər kəs əvəzlik gəldiyi üçün vergül düzgün qoyulmayıb. Ona görə ki, doğru cavabımız ola bilər. 3. Demə, bu dostumdur, o düşmənimdir. Kimdir? Dostumdur. Kim bu? Kimdir? Düşmənimdir. Kim o? Dostumdur isim olduğu üçün vergülün qoyulması doğrudur və 3 doğru cavabımız ola bilməz. Bu, göyərçinlərin xatirələrimizi oyadan səsidir. Nədir? Göyərçinlərin xatirələrimizi oyadan səsidir. Nə bu? Nə sualına cavab verib? Özündən sonra göyərçinlərin isim gəldiyi üçün vergülün qoyulması doğrudur. 4 doğru cavabımız ola bilməz. 5. O ağıllı adamlarla dostluq edir. Nə edir? Dostluq edir. Kim? O. Kim sualına cavab verib, özündən sonra ağıllı sözü sifət gəldiyi üçün vergülün qoyulması doğrudur. 5 doğru cavabımız ola bilməz. 6. O heç yaşıl meşəni belə təsəvvür etmirdi. Nə etmirdi? Təsəvvür etmirdi. Kim? O. O, kim sualına cavab verib, özündən sonra heç ədat gəldiyi üçün vergül qoyula bilməz. Ona görə də 6 doğru cavabımız ola bilər. Sualımızın cavabı 2, 6, E variantı.